Salam əziz şagirdlər, Üzeyir Paşa kanalında hər birinizi xoş gördüm. Bu günləri adi kəsirin onluq kəsirə, onluq kəsirin adi kəsirə çevrilməsi mövzusunda səhifə 91, 92 və 93-də olan tapşırıqların bir yerdə həllinə baxacağıq. Videolarımızı bəyənib kanalımıza abunə olmağı unutmayın. Araşdırma və müzakirədə bizə deyir ki, müştəri 4,3 kiloqram pendir almaq istədi. O hansı bağlamanı götürməlidir? Bunu necə tapmaq olar? Biz əgər buradakı onluq kəsirləri, yəni 0,450 yazılıb, bunu biz bu 0 nəzərə almayacağıq. Bunu belə yaza bilərik də, %45 kimi. Hər birini biz ixtisar edə bilərik 5-ə. Bu edəcək 9, bu edəcək 20. 4,3 ala bilmədik buradan. Baxaq 1 kiloqrama. 1 kiloqram tam qiymətdir. 1 kiloqram elə 1-dir. 0,500 kiloqramı bu iki sıfırın nəzərə almasaq 0,5 edir. Bunu da 10,5 kimi yaza bilərik. 10,5-i də 5-ə ixtisar etsək 2-də 1 almış olarıq. Yenə 4,3 ala bilmədik. 0,750-ni bu sıfırı nəzərə almasaq, onda 0,75 olar bu. %75 kimi yazarıq. Əgər biz bunları 25-ə ixtisar etsək, 4 burada alarıq, 3 burada alarıq, 4,3 kiloqram edər. Yəni cavabımız bu olar. Öyrənmə. Adi kəsirin və qarışıq ədədin onluq kəsirə çevrilməsi. Adi kəsirin sürət və məxrəcini eyni natural ədədə vurduqda məxrəc onun qüvvətləri, yəni 10, 100, 1000 və s. alınarsa, bu kəsirin onluq kəsir şəklində yazmaq olar. Məsələn, 20-də 3 kəsirinin sürət və məxrəcini 5-ə vurduqda məxrəci 100 olan və əvvəlki kəsirə bərabər olan kəsir alınır. Bu adi kəsirin onluq kəsir şəklində belə yazmaq olar. Deməli, 20-də 3-ü biz onluq kəsirə gətirmək istəyiriksə, 20-ni 5-ə vursaq, edəcək 100. Məxrəci 5-ə vurduğumuza görə sürəti də 5-ə vururuq, eləyir %15 və bu edəcək 0,15 kimi yazılacaq. Qarışıq ədədi onluq kəsir şəklində yazmaq üçün əvvəlcə kəsir hissəsini ayırıb onluq kəsirə çevirmək, sonra isə tam hissəni əlavə etmək lazımdır. Məsələn, 3,5-də 2-də bunu 3 üstə gəlsin 5-də 2 kimi yazsaq, birinci 5-də 2-ni çevirməliyik onluq kəsirə. Bunu onluq kəsirə gətirmək üçün 2-yə vursaq, 10,4 edər, yəni bu edə 0,4. 3 üstə gəl, 5-də 2-nin yerinə yana yazıram, 0,4. Bu da bizə verəcək 3,4. Bu qədər sadədir dərsimiz. Keçək səhifə 92-də tapşırıqlarla başlayaq həllə. Tapşırıq 1-də deyir ki, onluq kəsir şəklində yazın. Deməli, 5-də 4-ü yazırıq. 5-də 4 bərabərdir, 2-yə vuraram hər birini. Bu edər 10,4, yəni 0,4. Bunu yazdıq. Keçək 4-də 3. 4-ü nəyisə vursun 10-a gəlməz, amma 100-ə gələ bilər. 25-ə vursan 100-ə gələr. Edər %75. Bu da olar 0,75. 20-də 7. 20-ni nəyisə vursun 10-a gəlməz, amma 100-ə gələr. 5-ə vursun, onda bunu da 5-ə vurmazsan %35 edər. Bu da 0,35 edər. Baxaq buna 4-də 1. 4-ü nəyisə vursan 10-a gəlməz, amma 100-ə gələr. 25-ə vursan. Bu da edəcək %25, yəni 0,25. 1,25-də 3. 1,25-də 3. Bunu yazsaq 1 üstə gəlsin 25-də 3 kimi. Gəlin 25-də 3-ü onluq kəsirə çevirək. 100-ə gətirmək üçün 4-ə vuraram. Edər %12, yəni 0,12.
1 üstə gəlsin 0,12 edər. 1,12. Əvvəl yazdıqlarımızı silirəm ki, biz rahat daha yaza bilək burada. Tam 2'də 1. 2 üstə gəlsin 2'də 1 kimi yazmaq olar. 2 üstə gəlsin 2'də 1'i belə göstərə bilərik. Ona gətirə bilərik 5'ə vurmaqla. Bu edər 10'da 5, yəni 0,5. 2'nin üzərinə 0,5 gəlsə neçə edər? 2,5 edər. Digəri 20'də 57. Bərabərdir. 57'ni 20'yə bölərəm. Edər 2,20'də 17. Bunu da yazmaq olar. 2 üstə gəlsin 20'də 17 kimi. Və bərabərdir. 2 üstə gəl 20'də 17'ni belə göstərəcək. %20'də 17'ni belə göstərmək olar. 100'ə gətirmək üçün 5'ə vuracağıq. Edəcək %85. Bu da olar 0,85. 2 üstə gəlsin 0,85 edəcək 2,85. Növbəti 4,25'də 8. 4 üstə gəlsin 25'də 8. 4 üstə gəlsin 25'də 8'i yaza bilərik 100'ə gətirmək üçün 4'ə vuracağıq. Edəcək %32, yəni 0,32. 4 üstə gəl 0,32 edəcək 4,32. 3,50'də 9. 3 üstə gəlsin 50'də 9 kimi yazsaq, 3 üstə gəlinsin 50'də 9'u necə göstərə bilərik 100'ə gətirmək üçün 2'yə vurmaq lazımdır. %18 edəcək, yəni 0,18. Bu da bizə verir 3,18. Baxaq 2,50'də 17'yə. 2 üstə gəlsin 50'də 17 bərabərdir. 2 üstə gəlsin 50'də 17'ni yazmaq olar 100'ə gətirmək üçün 2'yə vuraram. Bu da bizə verir 0,34. 2'nin üzərinə 0,34 gələndə edəcək 2,34. 10'da 13. 10'da 13 düzgün olmayan kəsirdir deyə bunu çevirirəm, yazıram 1,3 kimi. Bu da belə yazılacaq 1,3. Digəri 200'də 29 bərabərdir. 200'ü nəyə gətirə bilərik? 100'ə gətirə bilmərik artıq. 1000'ə gətirə bilərik amma. 1000'ə gətirmək üçün nəyə vurmalıyam? 5'ə. Bunu da vuraram 5'ə. 29'u 5'ə vuranda edir 145. Bu da edəcək 0,1000'də 145. Bunu da həll etdik. Keçək ikinci tapşırığa. Bölmə əməlini adi kəsir şəklində yazın və onluq kəsirə çevirin. 7 bölünsün 10 belə deməkdir, 10'da 7 deməkdir. Bu da bizə verəcək 0,7.
13 böl 25 13 böl 25 deməkdir. Bunu onluq kəsirə gətirmək üçün 4-ə vurmalıyıq. 13'ü də 4'ə vuranda 52 edəcək. Eləcək 0,52. 1 bölünsün 50'ni yazmaq olar 50'də 1 kimi. Bunu da onluq kəsirə gətirmək üçün 2'yə vurmalıyıq. Edəcək 0,2. 6 bölünsün 40'ı yazmaq olar belə. Sonra hər birini ixtisar edərəm mən bunların 2'yə. Bu edər 3, bu edər 20. Sonra bunu gətirərəm rahat 100'ə gətirmək üçün 5'ə vuraram. Edər %15. Olar 0,15. 11 bölünsün 10. Belə yazılar. Bu da bizə 1,1 verər. Bunu da yazılış qaydası 1,1, yəni 1,1 kimi yazarıq. 7 bölünsün 5, 5'də 7 deməkdir. Bunu onluq kəsirə gətirirsə 2'yə vurmalıyıq. 10'da 14. Bu da edər 1,4 və yaxud da 1,4 onluq kəsirdən bu cür yazılır. Və sonuncu 127 bölünsün 20. 20'də 127. 127'ni 20'ye böləndə 6,20'də 7 edər. Bunu da onluq kəsirə gətirmək üçün 5'ə vuraram. Edər 6,35. Yazılar 6,35 kimi. Keçək 3-cü tapşırığa. Bəzən adi kəsirləri ixtisar etdikdən sonra sürət və məxrəci müəyyən ədədə vurmaqla məxrəcdə onun qüvvətləri alınır. Bu qaydaya əsasən əvvəlcə kəsiri ixtisar edin, sonra isə onluq kəsir şəklində yazın. 18'də 9 görür ki, sürət və məxrəc 9'a ixtisar edir. Bu 2 dəfə, bu da 1 dəfə. İndi bunu onluq kəsirə ona gətirmək üçün 5'ə vuraram. Edər 0,5. 15'də 6 ixtisar edər 5'ə. 5 dəfə, bu da 3 dəfə. Onluq kəsirə gətirmək üçün nəyə vuraram? 2'yə. Edər 0,6. 16'da 2 ixtisar edər 2'yə. 8 dəfə, bu da 1 dəfə. Bu da 1000'ə gələcək. Çünki 8'i nəyəsə vuranda həm 100'ə və 10'a gəlmir. Bu da 125'ə vurulmalıdır. Vuraram 125'ə, edər 1000'də 125. Alınar 0,1000'də 125. Baxaq digərinə 35'də 28. Bunun hər biri 7'yə ixtisar edər. Bu 5 dəfə, bu da 4 dəfə. Bunu ona gətirə bilərik. Ona gətirmək üçün 2'yə vurulmalıdır. 10'da 8, 0,8. 56'da 49. Bölərəm 7'yə. Bu 7 dəfə, bu da 8 dəfə. 8 dedik ki 1000'ə gələcək. 1000'ə gəlmək üçün 125'ə vurulmalıdır. 7'ni 125'ə vuranda edəcək 875. Bu da edəcək 0,1000'də 875. Baxaq buna.
40'da 25, hər birini 5'ə böləcəyik. 8 dəfə, 5 dəfə. 1000'ə gələr bu. 125'ə vuraram. 125'i 5'ə vuranda edəcək 625. Bu da olar 0,1000'də 625. Növbəti 28'də 21. 7'yə bölərəm. Bu edər 3 dəfə, bu da edər 4 dəfə. 100'ə gələr bu. 25'ə vurulsa əgər. Yazılar 0,75. 45'də 27. İxtisar gedər 9'a. 5 dəfə, bu da 3 dəfə. Ona gələr, əgər 2'yə vurulsaydı məxrəc, deməli 10'da 6, bu da 0,6 kimi göstəriləcək. 35'də 77. 5'ə ixtisar etsəm, daha doğrusu 7'yə ixtisar etsəm, bu 5 edər, bu isə 11 edər. Bunu 10'a gətirə bilərəm, 2'yə vursam. 10'da 22 edər, bu da 2 tam 10'da 2 edər, bu da belə yazılar. Buna baxaq, 32'də 48. 16'ya bölərəm. 16'ya bölsəm edər bu 3, bu da edər 2. Bunu da 10'a gətirə bilərəm də 5'ə vursam. 10'da 15, 1,5 və yaxud da 1,5 bu cür yazılar. Digəri 20'də 35. Bölmək olar bunu 5'ə. Bu 4 dəfə, bu da 7 dəfə. 4 dəfə, bu da 7 dəfə. Bunu 100'ə gətirə bilərik. 100'ə gətirmək üçün 25'ə vurulmalıdır. 7'ni 25'ə vuranda edir 175. Bu da edər 1,75 və yaxud da 1,75. Bu cür yazılacaq. Baxaq 4-cü tapşırığa. Bərabərliyin doğru olması üçün boş xanaya uyğun rəqəmi yazın. Deməli 4'də 3'ü biz onluq kəsrə gətirməliyik. 100'ə gətirə bilərik. 25'ə vursaq edəcək %75. 0,75 edəcək. 0, deməli bura nə yazılmalıdır? 7 yazılmalıdır. Baxaq ikinci kəsrə yazılıb 2,20'də 13. Bu 20'ni nəyə gətirə bilərəm? 100'ə gətirə bilərəm də, düzdür? 100'ə gətirmək üçün 5'ə vurmalıyam. Bunu da 5'ə vuraram, edər 65. Yazılar 2,65. Deməli bura nə yazılmalıdır? 6 yazılmalıdır. 20'də 17. Yenə 20'ni nəyə gətirmək olar? 100'ə gətirmək olar. 5 dəfə, 5 dəfə. Bu da edər 85. Yazılar 0,85. Bura nə yazıla bilər? Deməli 8 yazıla bilər. 4'də 11. 4'də 11'i yaza bilərik. 11'i 4'ə bölüb bunu qarışıq kəsrə çevirək. 2,4'də 3 kimi. 2 tam. Bunu 4'ü 100'ə gətirə bilərəm. 25'ə vursam edəcək 2,75. Bu da yazılacaq bu cür. 2,75. Deməli bura nə yazılmalıdır? 2 tam yazılmalıdır. Növbəti 25'də 13 bərabərdir. 25'i 100'ə gətirə bilərik əgər 4'ə vursaq. 13'ü də 4'ə vuranda edəcək 72. Yazılacaq 0,72.
Deməli bura 7 yazılmalıdır. Baxaq növbəti suala. 5-də 12. 12-ni 5-ə bölsəm 2 tam 5-də 2 alaram. 5-i də 10-a gətirmək olar da 2-yə vursaq əgər. Edəcək 2 tam 10-da 4. %125-də 3. 125 əziz dostlar 1000-ə gəlir. Yəni 8-ə vursaq. Bu da edəcək 1000-də 24. 0 tam 1000-də 24. Hər biri yazılıb. Bir dənə 0 çatışmır. 0-ı da biz yazdıq. Çox sadə sualdır. 10-da 15. 1 tam 10-da 5 deməkdir. Bu da 1,5. Yəni bura 1 tam yazılmalıdır. Üç tam 8-də 3. 3 tam biz bilirik ki bu 8 1000-ə gəlir. Onun üçün 125-ə vurulmalıdır. 3-ü də 125-ə vuracağıq. Edəcək 375. Yazılır 3 tam 1000-də 75. Bura 0 yazılmalıdır. Və sonuncusu 25-də 32. 25-i 32-yə bölsək 1 tam 25-də 7 alarıq. Bunu da 100-ə gətirmək olar da. 100-ə gətirmək üçün 4-ə vurulmalıdır. Edəcək 1 tam %28. Yazılır 1 tam %28. Bura nə çatışmır? 8 çatışmır. Onu da əlavə etdik. Öyrənmə. Onluq kəsirin adi kəsirə çevirməsi. Vergüldən sonra sonlu sayda rəqəmi olan hər bir onluq kəsiri adi kəsir və ya qarşılıqlı ədəd şəklində yazmaq olar. Bu zaman mümkün olarsa kəsir hissə ixtisar edilir. Yəni indiyə qədər etdiyimiz əməliyyatları indi tərsinə gedəcək. Məsəl üçün 3 tam %45 verilibsə bizə bunu yazacağıq. 3 tam %45. Sonra %45-i gəl ixtisar edəcək. Nəyə bölünər? 5-ə. 9 dəfə. Bunu da 5-ə böləndə 20 dəfə. Alınar 3 tam 20-də 9. Bu qaydada 5-ci tapşırığımızı həll edirik. Sıfır tam 10'da 5'i yazaram. 10'da 5 kimi ixtisar edərəm. 5'ə edər 2'də 1. 0 tam %25'i yazaram. %25 kimi ixtisar edərəm 25'ə. Alınar 4'də 1. 0 tam %12'ni yazaram. %12 kimi hər birini 4'ə ixtisar edərəm. Alınar 25'də 3. 0 tam 1000'də 32'ni yazaram. 1000'də 32 kimi hər birini 4'ə ixtisar edir. Yox, 8'ə ixtisar edərəm. 8'ə gedir. Bu 4 dəfə, bu da 125 dəfə edər. 2 tam 10'da 4'ü hər birini 2'yə ixtisar edərəm. Alaram 2 tam 5'də 2. 2 tam 1000'də 142'ni 2 tam 1000'də 142 kimi yazaram. Hər birini 2'yə bölərəm. Alaram 2'də 1000'də 142'ni də 2'yə böləndə 71 alaram. Buna baxırıq. 3 tam 1000'də 125. Bunun hər biri 125'ə bölünür. Alınar 3 tam, burada 1, burada da 8. 3 tam 8'də 1. 5 tam %45. Bu 0 nəzərə alınmaz.
Yazılar 5 tam %45. Hər birini 5'e bölərəm. Alaram 5 tam 20'də 9. Bu səhifədəki misallara da baxdıq. Keçək növbəti səhifəyə. Səhifə 93'də 6-cı tapşırıqla davam edirik. Boş xanaya uyğun ədədi müəyyən edin. 0 %19 %19 deməkdir. Bura 19 yazılacaq. Bu %7'dir. Bura deməli 7 yazılmalıdır. 0 %25 bura %25 yazılmalıdır. Əgər hər birini 25'e ixtisar etsək 4'də 1 yazılmalıdır. Bu da 3 tam 1000'də 125 yazılmalıdır. Hər birində 125'e ixtisar etsə 3 tam 8'də 1 olacaq. Baxaq 7-ci tapşırığa. Samir lövhədə 4 tam 1000'də 125 ədədini düzgün olmayan kəsir şəklində yazmaq istədi. Onun səhvini müəyyən edin və düzgün həlli yazın. Samir burada 4 tam 1000'də 125 yazmalıdan %25 yazıb və misalda səhv çıxıb. 4 tam 1000'də 25'i yazmalıydı. 4 tam 1000'də 25 kimi, yəni 3 dənə 0 yazmalıydı bura. Çünki vergüldən sonra 3 dənə ədəd var. Və bunların hər birində 25'e ixtisar etdikdən sonra yazmalıydı. 25'e ixtisar etsə 1, bunu da ixtisar etsəydi 25'e 40 alacaqdı. Sonra nə olacaqdı? Deməli olacaqdı bu 4 tam 40'da 1. Bunu da düzgün olmayan kəsir şəklində yazsa 4'ü 40'a vuracaq. 160, o da 1, 161. 40'da 161 kimi göstərməli idi. Baxaq 8-ci tapşırığa. Onluq kəsirlə verilmiş ölçüləri adi kəsirlə yazın. 0 tam 1000'də 250, bu 0 nəzərə alınmayacaq. %25 kimi yazılacaq. İxtisar da etsək 25'e 4'də 1. 1 tam 1000'də 125 yazılacaq. 1 tam 1000'də 125 kimi. Hər birinin 125'e ixtisar edəcəm. 1 tam 8'də 1 alacaq. 0 tam 10'da 3 10'da 3 kimi yazılacaq. 2 tam %24 2 tam %24 kimi yazılacaq. Hər birini 4'ə böləcəyik. Bu edəcək 25, bu da edəcək 6. 2 tam 25'də 6. 0 tam %12 yazılacaq. %12 kimi. Hər birini 4'ə böləcəyik. Bu 3 dəfə, bu da 25 dəfə olacaq. 1 tam %5 1 tam %5 kimi yazılacaq. Hər birini 5'ə böləcəyik. 1 tam 20'də 1 kimi yazılacaq. Əvvəlki misalları silirik. Sıfır tam 1000'də 125 yazılacaq. 1000'də 125. Hər birini 125'e ixtisar edəcək. Bu 1 dəfə, bu da 8 dəfə edəcək. 4 tam %75 4 tam %75 yazılacaq. Hər birini 25'e ixtisar edəcək. Alacaq 4 tam 4'də 3. 0 tam %27 yazılacaq. %27 kimi. 1 tam %40, bu 0 nəzərə alınmayacaq. 1 10'da 4 1 tam 10'da 4 də yazılacaq. Hər birini 2'yə ixtisar etsə 1 tam 5'də 2 kimi. 0 tam 10'da 5 10'da 5 kimi yazılacaq. Hər birini 5'ə bölsə 2'də 1 olacaq.
15 tam 1000-də 150-ni belə yazsaq, 15 tam 15 hər birini 5-ə bölsək əgər 15 tam bura 3-də qalar, burada isə 20 qalar. 15 tam 20-də 3 edər. Sıfır tam %25 yazılacaq. %25 kimi hər birini 25-ə böləcək, 4-də 1 edəcək. 1 tam 10-da 5, 1 tam 10-da 5-dir. Bunu da ixtisar edəcək, 1 tam 2-də 1 edəcək. Baxaq 9-cu tapşırığa. Beşdə 3 ilə 0,58-i müqayisə edin deyir. 0,58-i yazaram %58 kimi. Bu 5də 3-ü də gətirə bilərəm nəyə? Biraz buradan yazım. 5də 3-ü də 100-ə gətirsəm əgər 20-yə vurmalıyam. Bu da %60. Əlbəttə ki, bu daha böyük olacaq. %60. Yəni 5də 3 daha böyük olacaq. 3də 1 ilə %25. 3də 1-i gətirmək olar. Gəlin %25-i ixtisar edək 25-ə. Bu edəcək 4də 1. 3də 1 ilə 4də 1-i müqayisə etmək üçün hər birinin məxrəcini 12-yə gətirəcək. Bu 4-ə vurulmalıdır, bu da 3-ə. 12-də 4 daha böyükdür, yəni 3də 1 daha böyük olacaq. Dörddə 3 ilə 10-da 8-i müqayisə edirik. 4də 3-ü gətirmək olar 100-ə. 25-ə vursaq, bu edəcək %75. Bunu da 100-ə gətirmək üçün 10-a vurmalıyıq, edəcək %80. %80 daha böyükdür, yəni 10-da 8 daha böyük olacaq. Üçdə 2 ilə %75. %75-i ixtisar edərəm 25-ə. Bu edər 4də 3. 3də 2 ilə 4də 3-i ixtisar müqayisə edirəmsə, hər birinin məxrəcini 12-yə gətirərəm. Bu 4 dəfə, bu da 3 dəfə edər. 4 2 8, 3 3 9. 12-də 9 daha böyük olar. Yəni 0,75 daha böyük olar. %20-də 11 ilə 10-da 6-nı müqayisə etmək üçün bunu da məxrəcini 20-yə gətirə bilərəm 2-yə vurmaqdan. 20-də 10, 6-da 5 ilə 10-da 8-i ixtisar edirik. Bunlar gəlin hər birinin məxrəcini 60-a gətirək, vaxt itirməyək. 60, bu da 60. 60-a gəlmək üçün 10-a vurulmalıdır, bu da 6-ya vurulmalıdır. Bu edəcək 50, bu da edəcək 48. 6-da 5 daha böyük olacaq. %25-də 8 ilə 1000-də %38-i ixtisar edirik. Daha doğrusu müqayisə edirik. Bunu 100-ə gətirmək üçün 4-ə vuraram. Edər %32, bu da edər %38. %38 daha böyük olur.
6'da 1 ilə %17-ni müqayisə ediriksə, gəlin hər birinin məxrəcini 300-ə gətirək. Bu vurulmalıdır 50-yə, bu da vurulmalıdır 3-ə. Bu edəcək 50, 3-ü də 17-yə vuranda edəcək 51. Deməli 0,17 daha böyük olacaq. %6'nı ixtisar 50'də 3 ilə %6'nı müqayisə edirik. Bunu 100'ə gətirmək üçün 2'yə vurulmalıdır. Bu da edəcək %6, bu da edəcək %6. Bunlar bir-birinə bərabərdirlər. %24'də 9, 1000'də 375. 24 ilə 9'u deməli ixtisar edək. 24'də 9'u ixtisar edək 3'ə. Bu edəcək 8'də 3. 1000'də 375'i də 125'ə bölək. Bu edəcək 3, bu da edəcək 8. Bunlar bir-birinə bərabər olacaq. Baxaq 10-cu tapşırığa. Tapşırıqda deyir, sıralayın artan sırayla. Yəni azdan çoxa gedəcək. A variantında verilib 0,3, yəni 10,3. Digəri %25. Digəri də 3,1 verilib. %25'i ixtisar edərəm, alaram 4,1. 25'ə böldüğümdə. İndi onu 4'ə 3'ə bölünən ədəd hansı olar? Əlbəttə ki, olar 60. Hamısını 60'a gətirərəm. Bunun üçün 6'ya vurmalıyam, 15'ə vurmalıyam, 20'yə vurmalıyam. 6 üçün 18, 15 birim 15, 20 birim 20. İndi məxrəci kiçik olan 60'da 15. Məxrəclər eynidir, sürəti kiçik olan 60'da 15'dir. Sonra gəlməlidir 60'da 18, sonra da gəlməlidir 60'da 20. 60'da 15 hansıdır? %25. Yəni 0,25 birinci gəlməlidir. Sonra 60'da 18, bu da 0,3'dür. Sonra da 3'də 1 gəlməlidir. Bu A variantının düzlüyü artan sırayla. İndi B variantına baxaq. Burada da artan sıraylandır. 5'də 2, %35, bu da 4'də 3. %35'i böldük 5'ə. 7 dəfə 5'ə 20 dəfə. Bunların hər birinin məxrəcini 20'yə gətirək. Bu 4'ə vurulmalıdır, bu 1 dəfədir, bu da 5'ə vurulmalıdır. 4 2 8, 7 birim 7, 5 3 15. Kiçiyi 20'də 7'dir. Sonra 20'də 8'dir, sonra da 20'də 15'dir. 20'də 7 nə idi? %35. 0,35. 20'də 8 nə idi? 5'də 2. Digəri də olacaq 4'də 3. İndi azalan variantında, azalan sırayla istəyir A variantında.
Yəni çoxdan aza gedəcəyik. 1,2 1,205 o birisi də 4/5. Gəlin 4/5-i çevirək. Onluq kəsirək. 100-ə gətirmək üçün 25-ə vuraq. Bunu da 25-ə vuraq. Eləsin 125. Bu da eləsin 1,25. Onluq kəsirləri müqayisə edə bilirik də biz. 1,1 eynidir. 2 eynidir. Burada da eynidir. Bundan sonra 0 gəlir. Burada da 0 gəlir. Burada isə 5 gəlir. Deməli, ən böyüyü budur. 1,25 ən böyüyüdür. Yəni 4/5. Sonra bununla bunu müqayisə edirsə, bu 0,200 kimi qəbul edə bilərik. Bu da 1,205-dir. Bu daha böyük olacaq. 1,205 bir dənə də 1,2 belə yazılacaq. Azalan sırayla, yəni böyükdən kiçiyə. Keçdik bunun B variantına. 3,3 4/9 bir də 3/5. Bunu belə yazaq. 3,3 kimi. Bunu yazaq 9-u 4-ə böləndə alarıq 2,4/1. 5-i də 3-ə böləndə 1,3/2 alarıq. Bu görünür də elə tam hansının tamı hissəsi böyükdürsə, demək olar ən böyükdür. Elə bu artan sırayla verilib. Yəni 3,3 4/9 deməli 3/5. Elə bu azalan sırayla verilib belə. Gördük. Bu çox sadə idi. Tapşırıq 11-ə baxaq. Üfüqə atılmış top 5/4 metr hündürlükdən yerə düşür. Hər dəfə yerə dəydikdən sonra əvvəlki hündürlüyün yarısı qədər qalxır. Top ikinci dəfə yerə dəydikdən sonra hansı hündürlüyə qalxar? Əvvəl adi kəsirlər, sonra isə onluq kəsirlər yazın. Deməli, birinci dəfə dəyir yerə, bu əvvəlki atıldığının yarısı qədər təzdən qalxır. Yarısı nə deməkdir? 2-yə bölünməlidir. 5/4-ü böləcəm 2-yə. Bunun aşağısına 1 atacam, 5/4-ü vuracam 2/1-ə, edəcək 10/4. Deməli, birinci dəfə 10/4 qalxıb. İkinci dəfə də bunun yarısı. 10/4-ü yenə bölürəm 2-yə, edir 10/4 vurulsun 2/1, bu da edir 20/4. Hər birini yenə 2-yə ixtisar edərəm. Alınar 10/2 və yaxud da 0,2. Adi kəsirlə yazılsa 10/2-ni ixtisar etsək 5/1 kimi yazıla bilərik. Onluq kəsirlə yazılsa 0,2 kimi yaza bilərik. Bu qədər sadə. 5/1 və ya 0,2. 12-ci tapşırıq. Qablarda 1,4 kiloqram lobya, 20-27 kiloqram noxud və 1,11 kiloqram düyü var. Hər boş qabın kütləsi 1 kiloqramdır. Hansı qabda hansı ərzaq var? Burada onluq kəsirlə göstərildiyinə görə məcburuq ki, biz bunları onluq kəsirlə göstərək. Deməli, lobya 1,4/3-dür. Bunu onluq kəsirə gətirsək, 100-ə gətirməliyik, yəni 25-ə vurmalıyıq. Bu eləcə 1,75. Sonra gəlir noxud. Noxudun kütləsi 20-27-dir. Bunu yaza bilərik 1,20-7 kimi. Bunu da 100-ə gətirsək əgər 5-ə vurmalıyıq. Edəcək 1,35. Digərində də var düyü.
Düyü 1,20-də 11-dir. Bunu da 100-ə gətirmək üçün 5-ə vurmalıyıq. Bu da edəcək 1,55 kiloqram. Əgər burada 0,1 kiloqram da qab varsa, bunun üzərinə 0,1 gəlsən, bu edəcək 1,85. Bunun üzərinə 0,1 gəlsəm, edəcək 1,45. Bunun da üzərinə 0,1 gəlsəm, 1,65 edəcək. İndi müvafiq olan kiloqramlara adları yazaq. 1,165 nə almışam? Düyü. Deməli, burada nə var? Düyü var. Düyü. Görürsən, 1,165-dir. 1,85 nədir? 1,85 lobyadır. Deməli, burada lobya var. Lobya var. 1,45 də nədir? Noxuddur. Burada da noxud var. Bununla da 91, 92 və 93-də olan tapşırıqları bir yerdə baxdıq həllinə. Kanalımıza abunə olub videolarımızı bəyənməyi unutmayın. Hər birinizə uğurlar.